Sizə çox əla bir qiymətə gözəl 3 otaqlı bir mənzili təqdim edirəm. Videonu izləyin, qiymətini deyəcəm necə. Çox dediyim kimi əla qiymətdir. Ümumiyyətlə bazarda bu qiymətə 3 otaqlı mənzil çox azdır. Yerləşməsi də əladır. Yerləşir Nərimanovda, metroya yaxın, piyada 7-8 dəqiqəlik məsafədə. Yeni tikili binada yeni təmir və təmirdən də sonra yaşayış olunur və ən əsası keyfiyyətli təmir var. Bunu canlı gəlib baxanda da şahidi olacaqsınız. Dediyim kimi videonun sona qədər izləyin. Mən də mənzildə olan nə var, nə yox, hər bir şeyi hər xırdalığına qədər sizin nəzərinizə çatdırım. Başlayırıq giriş hissədən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə. Bu hissədə açarlığımız və burada belə bir şkafımız da var. Yəni paltarları, ayaqqabı yerləşdirmək üçün və üzərində də güzgüdən istifadə olunub. Bu da girişi geniş göstərməyə şərait yaradır. Döşəmə qranitli, üstü döşəmə ilə təchiz olunub və qranitlər də keyfiyyətlidir. Dediyim kimi bunları canlı baxanda hamısını bir-bir sizə təqdim edəcəm. İşıqlandırmada spotlardan istifadə olunub, gizli işıq, kölgə profil, bura işıqlar, divarlarda gözəl lepka işləmələr. Otaqların yerləşməsini nəzərə çatdırıram. Bura mənzili qonaq otağıdır, yanında yerləşir mətbəxi. Burada deməli çamaşırxanamız, sanitar qovşağımız, burada da 2 dənə yataq otağı yerləşir yan-yana. Başlayaq, gəlin mən sizə göstərim mətbəxdən, çox bəyəndim, ona görə ilk öncə buradan başlayıram. Mənzilin bir eyvanı var, o eyvana çıxış bu mətbəxdəndir, ilk öncə onu deyim. Girişdə olan üstü döşəmə burada da davam etdirilib. Yeni, gözəl, keyfiyyətli mətbəx mebelimiz yığılıb. Tam axıra kimi də yuxarı hissələrdə şkafdır, nümunə olaraq göstərim sizə. Dərinlik də çox yaxşıdır, dediyim kimi yuxarı hissəsi də şkafdır. Üst hissəsi mərmərdir. Soyuducumuz, duxovka, yəni sobamız burada. Qabyanımız və orada paltaryan da var, onu da göstərəcəm. Yəni mənzildə texnika var. İstiri sistem kombidir, aparat da quraşdırılıb. Eyvanda hazır vəziyyətdədir. Gözəl, fərqli tərzdə üstürümüz burada kondisionerdə yerləşdirilib və işıqlandırmada da spotlardan istifadə olunur. Burada yerləşir, bayaq qeyd etdim, çamaşırxanamız, yəni paltaryan üçün yer burada nəzərə alınıb. Digər evlərdə kimi mətbəx bölümünün altında deyil və bu hissələrdə hamısı şkaflardır. Bura paltarlarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Yəni şkaf kifayət qədər var. Burada keçirik mənzilin qonaq otağına. Mənzil dizayn əsasında təmir olub, ona görə hər bir şey ölçüsünə qədər tam dəqiqliklə var və onlar da sizə təqdim olunacaq dizayn şəkilləri ilə birlikdə. Burada da kondisionerimiz var. İşıqlandırmada mərkəzdə böyük lüstrdan və burada da bir ədəd lüstrdan istifadə olunub masanın üzəri üçün. Bura işıqlar, yenə spotlar. TV stand bu hissədə yığılıb, sol və aşağı hissəsi şkafdır. Burada aksesuarlar da yerləşdirilib. Yəni mənzil tam hazırdır, sadəcə mebelləri yerləşdirib yaşamaq qalır. Elektrik qutularda hamısı dediyim kimi keyfiyyətlidir. Divan, kreslo bu hissədən rahatlıqla yerləşdirə bilərsiniz. Keçirik, deməli, digər otaqlara, yataq otaqlarına keçməmizdən qabaq mən sizə göstərim mənzilin sanitar qovşağını. İçərisi kifayət qədər genişdir. Deməli, burada duş kabinimiz yığılıb, divar içi aksesuarlardan istifadə olunub ümumilikdə bu hissədə. Nişamız da yığılıb, burada əşyaları yerləşdirə bilərsiniz. Burada deməli, divar içi unitazımız, yuxarı hissəsində yenə şkafımız yığılıb. Yəni mənzildə hər bir şey tam xırdalığına qədər nəzərə alınıb. Böyük ölçülü moydadırımız güzgüsü ilə birlikdə və burada təbii ki, üstü döşəmə ilə təchiz olunub. Buradan daxil oluruq mənzilin əsas yataq otağına. Dediyim kimi otaqlarda hər ölçü hamısı nəzərə alınıb. Yerləşməni nəzərə çatdırım. Taxtın yeri burada nəzərə alınıb. Bura işıqlar yerləşdirilib. Dolabımız da yığılıb burada hazırdır. İçərisində gizli işıqdan da istifadə olunub. Tam axıra kimidir. Dərinlikdə çox yaxşıdır. Hamısını göstərirəm ki, sizdə tam təsəvvür yaransın. Tavan hissəsində göstərim, pərdə, hər bir şey tam hazır vəziyyətdədir. Keçək mən ikinci yataq otağını göstərim, sonra keçək qiymət və digər məlumatlar. Buranı da uşaq otağı kimi istifadə edə bilərsin, yəni elə nəzərə alınıb. Taxtın yeri bu hissədədir və burada da yenə divarçı dolabımız yığılır. Belə sürgülü qapı ilə ayrılır. Arxadan da göstərim. İki tərəflidir, yəni bu hissəsi də eyni ilə şkafdır.
Yəni əşya, paltar yerləşdirmək üçün kifayət qədər yeri var. TV sistem isə TV internet çıxışı isə burada nəzərə alınır. Belə, mən demək olar mənzildə nə var, nə yox, hər şeyi tam xırdalanğaya qədər sizin nəzərə çatdırın. Keçirik məlumatlara. Yerləşir Nərimanovda, Nərimanov metrosuna piyada 7-8 dəqiqəlik məsafədə, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış qanuni 3 otaqlı mənzildir. Ölçüsü 85 kvadratdır. 16 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir və mənzilin qiyməti 338 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.